Herkese iyi günler. Hazır söhbət Türkiyədən düşmüşkən bir nüansı da diqqətinizə çatdırım. Demək, bizdə də onlarda da sahibsiz itlər nə edirlər? Öldürürlər. Və Facebookda ağıllı sandığım bir Türk gənci var idi. Ondan bir ara fikir mübadiləsi edəndə dedim ki, bu doğru deyil də. Yəni qısırlaşdırmaq olar. O da deyir, mən bunu ağıllı sandım, amma ağıllı adamdan görün nə sözlər çıxdı ki, yəni sahibsiz qalan itləri güllələmək düzdür. Qısırlaşdırmanın xeyri yoxdur, onlar aqressivləşəcək. Əslində isə bax bu Türk gənci kimi digər Türk kişiləri var, bizim kişilər digər sosial şəbəkələrdə oturub qız-qadın tutmağa, virtual keks yaşamağa çalışan, bax bu insanlar, bu insanda deyil, bu məxluqları, bu yaratıqları qısırlaşdırmaq lazımdır. Çünki bir tikə ət parçalarını da götürüb düşüblər sosial şəbəkələrin canına, 1000 dənə cildə girirlər, 1000 cür dil tökürlər ki, qız qadını ələ alsınlar, yaxud özünə uyğun kimisə tapıb, öz daxili becərliklərini tatmin eləsinlər. Ona görə də bax bu cür məxluqları qısırlaşdırmaq, ümumiyyətlə bax bu cür məxluqları güllələmək lazımdır, nəinki itləri. Bunu da deyim. Çünki Türkiyə ilə ortaq cəhətlərimiz, paralel cəhətlərimiz çoxdur. Onlar bizə lağ eləyirlər, amma özləri indi bizdən beş-betər gündədirlər. Mən heç olmasa İlham Əliyev adıyla tənqid eləyə bilirəm, amma onlar heç adını çəkə bilmirlər. Deyir, gülmə qonşuna, gələr başına. Nasılsın Türk kardeş?